Sizlərdən ölən və özündən sonra zövcələr qoyub gedən kimsələr, zövcələrinə 1 ilin tamamınadək evlərindən çıxarılmamaq şərti ilə baxılmasını vəsiyyət etməlidirlər. Əgər onlar öz istəkləri ilə çıxıb getsələr, şəriətə müvafiq qayda üzrə özləri barəsində etdiklərinə görə sizə günah gəlməz. Allah qüdrətlidir, müdrikdir. Boşanmış qadınlara şəriətə müvafiq qayda üzrə yaxşılıq etmək lazımdır. Bu, müttəqilər üçün bir borcdur. Allah öz ayələrini sizə belə bəyan eləyir ki, bəlkə başa düşəsiniz.